Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə Xırdalan şəhəri tam mərkəzində, Düz Heydər Əliyev Parkının yanında, Təzə Bazar girişində 3 otaqlı mənzil çəkib təqdim edirəm sizə. Çəkişə başladıq mənzilimizin dəhlizindən. Bura bizim giriş qapımızdır. Xırdamurda əşyaları var, qalacaq. 12 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Ümumi sahəsi 110 kvadrat metrdir. Burada hamamıdır. Hamamla ayaq yolsu ayrı-ayrılığındadır. Mənzilin yataq otağıdır. Mənzilimiz kombi sistemi ilə qızdırılır. Bir kvadratı düşür 1245 manata. Demək olar ki, padmayak qiymətindedirlər. Bina tam yaşayışlıdır. Qaz su işıq daimi 24 saat mühafizə olunur. 2 dənə də lifti. Bu da ki mətbəx. Mətbəxdən eyvana çıxış. Evimizin qonaq otağıdır. Bax, belə bir qonaq otağıdır. Bu da ki eyvandır. Şərqdə marşrutlar düz buradan keçir. Sağda, bax burada binanın axırında Heydər Əliyev parkdır. Burada tam stordur, KFC'dir, McDonald's'dır. Yəni bir sözlə tam mərkəzdir gördüyünüz kimi. Bu da qonaq otağıdır. Qonaq otağıdır, kondisioneridir. Bir daha qeyd edirəm, yüngülvari əşyalar var, onlar qalacaq. Evimizin 3-cü otağı uşaq otağıdır və sonda ayaq yolsu. Belə bir ayaq yolsu 110 kvadrat qiymət düşür 1245 manata. Cəmi qiyməti 137 min manat. Real alacaqsa yenə də qiymətdə indirim olacaq. Kim alsa Allah xeyir versin.